indiyə qədər susub, sakitcə durub, özünü, yəni belə deyək də, Yaşar dediyi kimi, yəni mazlum aparıb, belə deyək, heç bir şeydən xəbəri olmamış kimi özünü aparıb efirdə. Sadəcə mən biraz emosional insan olduğum üçün mən heç bir zaman özümü saxlaya bilmirəm də, yəni olduğum kimiyəm. Yəni ikiyüzlülük mü deyirlər, necə deyirlər, yəni onları eləyə bilmirəm də, məni tanıyanlar zaten tanıyırlar. Və efirə bilmirəm kim ürgədib onu, ki yəni belə desən Mehribanı daha çox dışlayarlar, daha çox zəhlələr gedər. Mən neynirsiz ay olar, sən evlad saxladığın kimi mən də bir evlad saxlayıram, mən də bir ailə saxlayıram. Yəni məni nəylə vurmaq istəyirsiniz siz? Çıxıb efirdə ağlaya-ağlaya ki, Mehriban mənim evladlarıma qarğış eləyibdir. Evladım bura nə dəxliyyatı var? Evladla mənim nə işim var? Sənin balalarımın heç mən indiyə qədər üzünü görməmişəm. Allah saxlasın balalarımı. 2 dənə evladı var, 2 dənə oğlu var da, Allah qorusun. Mən sənin uşağından nə işim var, ay qurban olur sənə. Vallahi nə bilim, eləyənin başına gəlsin. Əgər qarğış eləmişəmsə başıma gəlsin.